mahnımda Orxan deyir, bu mahnı olmasa Xuramanın enerjisi olmur. Düz deyirsən Orxan. Sabahınız xeyir olsun əziz və dəyərli televiziya tamaşaçılarımız. Hər birinizi xoş gördük. Bu gözəl gündə dəyişməz ünvanda. Həftə 5-ci günüdür. Cüməmiz mübarək olsun. Etdiyiniz bütün dualar qəbul olsun və hər zaman söylədiyim bir şey var. Allah bütün əskərlərimizi qorusun. Xalqımıza, millətimizə sülh, əmin-amanlıq, birlik, bərabərliyi arzu edirəm. Və bugün də gözəl bir günə başlamışıq. Həftənin 5-ci günündə istedadlı insanları dəvət etmişik studiyamıza. Bildiyimiz kimi istedadlı insanları ümumiyyətlə tanımaq ilham vericidir, həm də maraqlıdır. Yəni onların burada istedadını görəcəyik, sizli bizli izləyəcəyik, şeirlər olacaq, rəqs, mahnı, daha nələr. Amma bunların hamısını bir araya toplayıb, onlara hər zaman motivasiya verən, sən bunu bacararsan deyən bir xanım var ki, elə ilk öncə istərdim ki, onu da təqdim edim, istedadları tanıyaq və tanıdaq İctimai Birliyin sədri Vüsalə Gələndərli bugün bizimlədir. Xoş gəlmişsiniz, mikrofon var. Orada sizin yanınızda. Əyləş, mən gətirə bilərəm sizə. Buyurun, sabahınız xeyir olsun. Təşəkkür edirəm Xuraman xanım. Sabahınız xeyir olsun. Dəyərli tamaşaçılarımızı salamlayıram. Dünya TV-nin kollektivini salamlayıram. Bugün istedadları tanıyaq və tanıdaq İctimai Birliyinin bir qrup üzvü ilə yenə sizin studiyanızda qonaq olmaqdan çox məmnunuq. İstedadları tanıyaq və tanıdaq İctimai Birliyinin bildiyiniz kimi bu il 8 yaşı qeyd olundu və bu 8 il ərzində biz bir çox uğurlara imza atdıq. Eyni zamanda son dövrlərdə bizim bir dərnəyimiz fəaliyyət göstərir. Dərnəklərimizdən biri də xanəndəlik üzrədir və bugün Xanəndəlik Dərnəyinin üzvləri, istedadlı gənclərimiz bizim qonağımızdır və bu istedadlı gənclərimizin də müəllimi xanəndə metodist Vəsilə xanım Quliyevadır. Bugün bir-birindən maraqlı ifalar dinləyəcək və ifaların əksəriyyəti də demək olar ki, yenidir. İlk dəfə sizdə dinləyəcəyik. Nə gözəl, bir daha xoş gəlmişsiniz. Buyurun, bizim gözəlimiz, xalq mahnıları, muğamları, təsnifləri özünə məxsus tərzdə ifa edən gözəl xanəndəmiz və tələbələri iləndir. Xoş gəlmişsiniz, buyurun. Salam olsun mənim əzizlərim. Dünya TV-nin rəhbərliyinə, bütün onun gözəl işçilərinə mən deyərdim ki, işgüzar, işini bilən işçilərinə öz səmimi təşəkkürlərimi bildirirəm. Və mən nə qədər mənim uğurlarım olub, Dünya TV-yə mən onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Təmiz qəlbin olsa, atça varın da, bu dünya durduqca var eylər Allah. Yoxdan var eləyər, heyran qalarsan, bir anda varını yox eylər Allah. Bir işi görəndə olma qəzəbli, oyanma qəzəbli, yatma qəzəbli, məzluma çiçək də atma qəzəbli, qayıdıb sinəndə ox eylər Allah. Və mən bu gözəl kəlmələri məhz rəhbərliyə, Xuraman xanım sizə mənim təşəkkür edirəm. Gözəl şeirdir. Bir alqışlar. Belə şeir mən apardayım bir anla. Çünki doğrudan da yoxu var eləyən Allahdır. Allahıma təşəkkür edirəm ki, Allah mənə belə gözəl insanlar bəxş eləyib.
belə gözəl tələbələr bəxş Allah edib. sizə belə istedad bəxş edib. Əsas odur. Çox O sağ ol. istedadınız olmasa bu qədər Çox insanlar da yanınızda olmaz. Təşəkkür Vallahi. edirəm. Çox sağ olun, təşəkkür edirəm. Mənim necə həm rəhbərim, həm gözəl bacım, səmimi işgüzar bir xanım, işini bilən bir xanım. Mən sevinirəm ki, Vüsala xanımla bir yerdə işləyirəm və inanırıq ki, biz gözəl nailiyyətlərə imza atacağıq. Bir daha hamımıza Hoş gəlmisiniz, Azərbaycanımız var olsun. Çox sağ olun, Təşəkkür edirəm. Çox sağ olun. Hər biriniz xoş gəlmisiniz. Bugün istedadlı insanlarımızı tanıyacağım. Amma bir şey deyim ki, Vüsalə xanım illər uzundur tanıyım. Bir 10 il olar da, hə? Yoxsa azdır, çoxdur. Olar, bəli. 10 il. Və 10 il ərzində sən tanıdığım gündən bugünə qədər hər zaman istedadlı insanlar axtarırsan, arayırsan. Onları təmənnasız öz mərkəzində istər musiqi təhsili olsun, istər idman, istər rəsm. Yəni bu sahədə onlara çox böyük dəstəyin var. Allah sən həmişə var eləsin. Bu işinin aşıqı olmaq başqa şeydir də. Yəni insan işinin aşıqı oldusa, orada heç təmənna da güdmür. Ona görə də mən sənə bu işdə uğurlar arzu edirəm. Təşəkkür. Və Namizədi, mikrofonu ötürək Namizədə. Buyurun, xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Salam, sabahınız xeyir. Mən də sizləri salamlayıram. Vəsla xanım salamlayıram, Vüsala xanım salamlayıram. Çox sağ olun. Təşəkkürlər. Mikrofonu ötürək bir salamlayaq. Çox sağ olun. Bu sabah verilişinə məni də dəvət eləmisiniz. Raman xanım. Televiziya qarşısından bizi izləyən tamaşaçıları da buradan salamlayıram. Çox sağ olsunlar. Öz qızıl vaxtlarını ayırıb bizlərə sərf eləyirlər, bizlər dinləyirlər. Təşəkkür Və edirəm. buradan İntiqam müəllimə də salamı göndərirəm. İntiqam Abbasova bizim gözəl Biz də tarzan böyük bir salamlayırıq. Vəslə sənətkarımız. xanımın Bizim ömür gün müəllimimiz olub, yoldaş. illərlə mənim kimi tələbələri müəllim olub İntiqam müəllim. Təşəkkürlər. Gözəl balamıza mikrofonu ötürək. Salam hər kəsə, hər kəsin cümə bayramını təbrik edirəm, hər kəsə salamlayıram. Buradan mənim Vəsilə müəlliməmə, bir də Vüsalə müəllimə təşəkkür edirəm və bir də bizim İntiqam Abbasov Tarçalan müəlliməmizə də buradan təşəkkür edirəm. Ay nə gözəl. Baxın görürsünüz. Yox, mikrofonu ötürmə. Mikrofonu ötürmə. Qoy mikrofon səndə qalsın. Özünü dinlə. Bax səni izləyənlərə necə təqdim edərdin? Bir dənə o təqdimatı de. Öncəliklə mən Tofiq İsmailov və mən bu sənətdə ilk dəfə başlayanda, ilk dəfə məni bu peşəyə Aha. anam gətirmiş. Mikrofon yaxın tut. Aha. Anam görmüş ki, yaxşı səsim var. Hə. Beləliklə mən videolar çəkirdi. Videolarını da paylaşanda Hə. mənim məktəb müəllimlərim görmüşdü. Aha. Beləliklə biz məni musiqiyə qoymaq istədilər. Bu sənəti mənə davam etdirmək üçün müəllim axtaranda Vüsalə müəlliməyə rastlaşdıq. Vüsalə müəllim məni Vəsilə müəllimlə tanış edəndə ilk dəfə mənim musiqimi bəyənərək mən bu peşəyə davam etdim. Ay maşallah. Səsi də, səsin bilmirəm, danışığı belə çox xoşuma gəldi də, möhtəşəmdir. Bir söz deyim. Bax özünü necə təqdim eləyərsən sən izləyəcəm? Mən kimov kim? Hə. Mən Tofiq İsmailov, 13 yaşındayam. 78 nömrə məktəbin 78 nömrə orta məktəbin 6A şagirdiyəm. Neçə oxuyursan dərslərvi? Yaxşı oxuyuram. Yaxşı yoxsa əla? Gəl belə eləyək. İfamızla davam edirik proqramımızı. Namizəd, gözəl bir ifa eşidək səndən. Buyur. Anacan ağrına
kimidir yarı ləbləri Ceyrana bənzər onun ala gözləri Gülxəndan kimidir yarı ləbləri Ceyrana bənzər onun ala gözləri İki kəlmə danışıb ayrıldı məndən İki kəlmə danışıb ayrıldı məndən Qəlbimi şur elədi şirin sözləri Qəlbimi şur elədi şirin sözləri Anacan ağrın alım, anacan başına dönüm qoy dolanım mən Mənimə sevgilimə heyran olum mən Anacan ağrın alım, anacan başına dönüm qoy dolanım mən Mənimə sevgilimə heyran olum mən Anacan ağrın alım, anacan başına dönüm Anacan ağrın alım, anacan başına dönüm Qoy dolanım mən Mənimə sevgilimə heyran olum mən Anacan ağrın alım, anacan başına dönüm Qoy dolanım mən Mənimə sevgilimə heyran olum mən Aman ay dadım Teşekkürler Nafizə, çox gözəl ifa. Minnətdaram sənə. Doğrudan da səs başqa şeydir. Sizə minnətdarlığımızı bildiririk. Əlbəttə ki, burada Vəsilə xanımın da zəhməti az deyil. İnsan deyirəm, öz tələbələrinə baxanda biraz da enerjisi olur, hə? Əhvalı gözəl olur. Əsl xanəndə səsidir. Bəli. Görürsünüz, mükəmməl. Özü də, mən onu tanıyıram. Nafizə çox. Bir dəfə görüşmüşük. İnanırsınız ki, 6 aydır təhsil alır. Səhifənizdə paylaşırsınız, hə? 6 aydır təhsil alır, 6 ay. Ay, maşallah. 6 ayda. Onun gələcəyin var. 6 Nafizət, ayda oxu. bilirsiniz necə? Özə bilirsiniz, mən açıq etiraf edirəm ki, demək olar ki, bu əlifbadan başlayıb. Musiqidə. Yəni 6 ay ərzində artıq maşallah dəftər çalmağı bacarır. Ondan sonra ritmə də düşüb, muğamları da artıq bir Arazbari muğamının, hansı muğamları? Demək olar muğamlarımızın əksəri ilə anlayışı var. Amma mükəmməl bildi, bayatı kürdü bilir, Arazbarini bilir. 6 ay ərzində. Əsas o da oxuyor sən oxu. Belə oxumaqla inanıram ki, gözəl xanəndələrimizdən seçilən, sevilən xanəndələrimizdən biri olacaqsın. Bəli, inşallah. İndi isə Akşinin ifasına keçid alaq. Vaxtımız azdır, deyirəm qoy bir qonaqlarımız bolluca ifa etsinlər. Səhər-səhər bu həftənin 5-ci günündə ifalarımızı eşidək, zövq alaq. Buyur. Mən deyən yox, fələk deyən oldusa Əs deyirlər, gül yanağım soldusa Dərd əlindən ana gözlər doldusa Sən ağlama, mən ağlayım Mən ağlayım, göz
gözəlim. Mən deyən yox, fələk deyən oldusa, əstiyinlər gül yanağım soldusa, dərdəlindən ana gözlər doldusa, sən ağlama, mən ağlayım, mən ağlayım gözəlim. Bakarken sen vurduğun yaraya, indi zalim felek girdi araya. Tezde geldim ne vak geldin haraya, sen ağlama, ben ağlayayım, ben ağlayayım güzelim. Ben bakarken sen vurduğun yaraya, indi zalim felek girdi araya. Tezde geldim ne vak geldin haraya, sen ağlama, ben ağlayayım, ben ağlayayım güzelim. Kuş idim gece gündüz sizlere, yazık məni güldürmədin bir kere. Baxıb indi alnımdakı izlere, sen ağlama, ben ağlayayım, ben ağlayayım güzelim. Bir kuş idim gece gündüz sizlere, yazık məni güldürmədin bir kere. Baxıb indi alnımdakı izlere, sen ağlama, ben ağlayayım, ben ağlayayım güzelim. Bakarken sen vurduğun yaraya, indi zalim
Təşəkkür. İfana görə minnətdarlığımı bildirəm. SMS-lərimiz var, bir baxaq. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Xoş gəlib hər kəs. Kanalınızda izləyirəm, çox sevinirəm, salamlarımı göndərirəm. Aynura xanım Antalyadan yazıb, salamınız olsun. Biz də sizi salamlayırıq, təşəkkür edirəm. Şahin bəy bizi salamlayır, hər kəsə uğurlar arzu edir. Çox sağ olun, təşəkkür edirəm. Xoş sözünüz var? Akşin ürəkli oxuyandır, gözəl ürəyi var. Özü sənətdən küsmüşdü. Yəni, niyə? Özü... Kim küstürüb onu? Əvvəllər özü üçün oxuyurdu, bir amma səsi vardı, istedadı vardı, nəsə küskünləşmişdi. Vüsala xanım sağ olsun, Vüsala xanımın qardaşı Yaşara da öz minnətdarlığımı bildirəm. Biz bir yerdə yığışdıq, Akşini elə bir ki, sənətə təzədən qaytardıq. Və gördük ki, çox istəyir. Küsmək olmaz, bu sənət belədir də. Yersiz gəlib yerinizə narahat edənlər çox olacaq. Onsuz da hər sahədə elədir. İstər operator olsun, istər aparıcı olsun, redaktor olsun. Bu incəsənət aləmi elə bir aləmdir ki, orada gözləri götürməyənlər də olur. Amma sən davam elə, müəllimlərinin sayəsində əlbəttə ki, inanıram ki, gözəl uğurlar əldə edə bilərsən. İnşallah. İndi isə nə edirik? İndi isə istərdim ki, Tofiqin ifasını eşidək, gözəl balamızın, hə? Tofiq, gəl bir sənin də səsini eşidək. Görək sən necə oxusan. Danışığın möhtəşəm. Heyran oldum. Oxumağa baxaq. Gəl. Yaşıl sərdi bahar, gəl dedim gəlmədin yar, gəlmədin yar.
uşaq istedadlıdır və mən nə qəşəng öpdü. Allah səni saxlasın. Allah səni xoşbəxt eləsin bala. Doğrudan da bax, bu uşaqda istedad var. Mən özüm bilirsiniz də musiqidən anlayışım olduğu üçün mən bilirəm ki, bu uşağın gələcəyi var. Və valideynlərinə mamanın adı nədir? İlahə. Boy, mənim qızımın da adı İlahədir. Xəbərin olsun. İlahə xanım. Papavın adı nədir? Novruzəli müəllim. İlahə xanım, gözünüz aydın olsun. Mən inanıram ki, sizin evladınız gələcəkdə ən sevilən, seçilən xanəndələrdən olacaq. Bunu mən deyirəm. Özə bax, bugünkü günü yadınızda saxlayın. Nənəsi çox əziyyət çəkir. Nənəsinin adı nədir? Sən birinci dəfədir bizdə olursan. Hə, deyirəm, bu uşağı görməmişəm. Hə, mikrofon niyə söndürmürsən? Ay, Vəsilə xanım. Hə, söndürmürsən də, görmürsən. Mən artıq bilirəm, hiss edirəm ki, hə, denən. Nənəsi çox əziyyət çəkir. Adı nədir nənəsinin? Gəlib, nənəsi məktəbdə bizlə dərsdə oturur. Nənəsi. Deməli, nənə də fəxr edir də nəvəsi ilə. Çox əziyyət çəkir. Adı nədir nənəvin? Yetər nənə, sağ ol, gözün aydın olsun. Mən inanıram ki, sənin nəvən, bax, gələcəkdə çox sözü deyən, sevilən xanəndələrdən olacaq. Gördünüz, özü necə təqdim elədi, dayanmadı. Çox ali cənab ailədirlər, çox gözəl, necə deyirlər, mədəni, hər işi bilən, yəni... Əsas odur. Müəllimə sizsiz? Bəli, bəli. Nə gözəl. Uğurların bol olsun bala sənə. Uğurlar arzu edirəm. Və ilk gündən demişik ki, Vüsala xanımla biz onu təsdiq eləmişik ki, yəni bu uşaqların böyük bir gələcəyi var. Bir də mahnı seçərkən də, bax, görsən, gözəl bir mahnı seçdi. İnsanı tərpədir, deyir, oyna. Hə, indi isə SMS-lərə nəzər salaq. Tamaşaçılarımıza hər dəfə deyirəm, yenə də eyni şeyi təkrar edirik. Zəng vurursunuz, deyirəm, axı, zəng vurmayın. Efirimiz canlıdır. Studiyamıza məxsus olan nömrəmiz var. Hər sözünüz olsa zəng vurun ora. Amma salam, sabahınız xeyir olsun. Qonaqları salamlayıram. Vəsilə xanımı gördüm, çox şad oldum. Vəsilə xanım gözəl ürək Malik xanımdır. Dostum yerlimdir. Evimin qonağım da olub. Sabirabaddan yuxarı Axtacı kəndindən Zülfü bəy yazıb. Çox sağ olsun. Salam, sabahınız xeyir olsun. Gözəl xanım, qonaqları salamlayıram. Astaranın Motlayatayaq kəndindən. Adlar qəribədir, məni inciməyin, bu birinci dəfə də eşidirəm. Tamaşaçınız Sevda xanım sizi narahat edir. Narahat da deyiləm, xoşdur. Xoş sözünüzə görə təşəkkür edirəm sizə. İndi isə sözü verək Laləyə, hə? Lalə balamıza. Yox, gəl belə eləyək. Reklam ayrılıq, reklamdan sonra sənin ifanı işlə. Hə, əzərimiz indi isə reklamlarımızın vaxtı zamanıdır. Keçid alaq reklama, sonra buradayıq.
də qızım. Gəl bir səni öpüm. Doğrudan gözəl səsin var və mən inanıram ki, sən də gözəl ifaçılarımızdan biri olacaqsan. Lalə Çox bir gözəl. aydır, bir aydır məşğul. Bir aydır. Bir aydır. Musiqiyə getmirsən ümumiyyətlə? Yox. Ha. Bir aydır biz ona məşğuluq. Və, Səsindəki gözəlliyə bax. gözəlliyəm, Səsində, maşallah. səsin möhtəşəmdir. İstedad bilirsiniz də, anadan gərək doğulanda... Mən həmişə deyirəm, vallah, deyir o boş quyuya nə qədər su töysən də, əgər orada suyun ucu olmasa da, ocaq olmasa da mümkün deyil. İstedad belədir. Varsa, var. Ümumiyyətlə, insan istedadlı doğulmalıdır. Əgər yoxdursa, məcburən o qədər oxuyanlar görürüm, hərdən özüm utanıram. Laf kişisi olsun, qadın olsun, bəlkə də o yaxşı maşın ustası olar. Bəlkə də yaxşı dərzi ola bilər, saç ustası ola bilər. Nə bilim, hansısa bir peşənin sahibi ola bilər. Amma bugün hətta bəzən görürsən ki, mikrofonla şəkil çəkdirirlər. Oxumurlar ha. Şəkil çəkdirirlər, sosial şəbəkə bura. Məni belə çək. Oradan operator yaxındır kimsə. Belə çək. Çəkirlər, paylaşır. Nə mənası var? Onsuz da sənin səsin yoxdur. Çoxu məsələn elə yerlərə gedirlər. Böyük bir məsələn, böyük bir mərkəzdədirlər və orada da ki kimlərsə oxuyur. Xalq artisti, əməkdar artistlər, sözünü deyən insanlar və gəlirlər həmin səhnədə bir şəkil çəkdirirlər. Paylaşırlar ki, mən də o səhnədəydim. Bildi yaxı, sənin o səhnəyə getməyə hələ vaxtın var. Yəni, demək istəyirəm ki, səsiniz var. Mən inanıram ki, sağ olsun müəllimə ki, sizə yaxşı belə dərs keçir. Az bir müddətdə səsinin oturuşu, musiqinin, sözlərin, tələffüzü, hamısı möhtəşəm. Və mən sənə uğurlar arzu edirəm, qızım. Uğurların bol olsun. İndi SMS-lərə nəzər salırıq, sonra nə inəyəcək, sonra növbəti bir ifaya keçid alacağıq. Salamlayırlar və deyirlər ki, hə, dostlar, salamlar, sizin hər birinizi uğurlar, qızım, sənə də uğurlar arzu etdilər, çox sağ olun, Allah deyir, hər birinizi işini avand eləsin. Hə, mənə də yazıblar, salamlayırlar, nə gözəl sözlər yazdı, sabahınız xeyir olsun, gözəl istedadlı insanları görəndə əhvalımız xoş olur. Sevda xanım yazıb. Çox sağ olun Sevda xanım, minnətdaram hər birinizə. SMS-ləri birazdan oxuyacağım. SMS-lərimiz çoxdur, hamısını oxuyub qutara bilmirəm, amma söhbətimizə deyək, sonra SMS-lərə nəzər salacağım. Vüsalə xanım, bu qədər istedadlı insanları görürəm, əhvalıma da xoş təsir bağışlayır. Gözünlə mənə bədən dili nə deyirsən ki, Namizədə çağırım. Ay səni bilsən. Nəysə, verişdən sonra sənə danışarıq. Namizəd, deyir, mən onun səsini eşitmək istəyirəm. Buyur, gəl.
çox maşallah. sevdiyim ifalərdən biridir. Maşallah. Onu da qeyd Xatırla edeyim məni, ki, qeyd elə. namizəd bizim gözəl xanəndəmiz, çox gözəl xanəndəmiz Zeynal Əhmədovun qardaşı oğludur. Ay, nə gözəl. Şamaxıdandılar. Bütün Şirvanlıları salamlayıram Azərbaycan xanımı. Hə. Salamlayırıq və indi isə keçək. Akşinin ifası ilə davam edək. Buyur. Ondan sonra isə reklama keçəcəyik. Derdim
bucaq, yanıb külü qalacaq. Bilmirəm nə olacaq, olanı xatirədir. Niyə yanır bucaq, yanıb külü qalacaq. Bilmirəm nə olacaq, olanı xatirədir. Niyə çıxdıq yola biz, dəli olub bu dəniz. Bir adadır sevgimiz, hər yanı xatirədir. Niyə çıxdıq yola biz, dəli olub bu dəniz. Bir adadır sevgimiz, hər yanı xatirədir. Qar yağır narın narın, yüzü gülür dağların. O yaşıl yarpaqların olanı xatirədir. Qar yağır narın narın, yüzü gülür dağların. O yaşıl yarpaqların salanı xatirədir. Niyə çıxdıq yola biz, dəli olub bu dəniz. Bir adadır sevgimiz, hər yanı xatirədir. Niyə çıxdıq yola biz, dəli olub bu dəniz. Bir adadır sevgimiz, olanı xatirədir. Gerçəkdir yoxsa yalan, gəlib keçdi nə zaman. Sevginin ömrü bir an, olanı xatirədir. Ah aman. Niyə çıxdıq yola biz, dəli olub bu dəniz. Bir adadır sevgimiz, hər yanı xatirədir. Niyə çıxdıq yola biz, dəli olub bu dəniz. Bir adadır sevgimiz, olanı xatirədir. Gözəl Bu xanəndəmiz. gözəl mahnının sözləri əməkdar incəsənət xadimi, nəğməkar şair Baba Vəziroğlu və bəstəkarı hamımızın sevdiyi Kamal müəllimdir. Teşekkür ederim. Və öz minnətdarlığımı bildirəm bu yaradıcı insanlara ki, bu gözəl bir möhtəşəm bir əsəri bizə bəxş edib. Təşəkkür edirəm. Ne güzel. Ben de size teşekkür ederim. sağ olun. İfanıza göre var olun. Siz bilirsiniz ki bizim için çok aziz ve değerlisiniz. Çok sağ olun. Teşekkür Tələbələrinize de uğurlar arzu ederim. Hamınıza uğurlar arzu edirəm. Teşekkür ederim. Çok sağ olun. Sizden bugünlük ayrılırıq. Və gel bura gözəl balam, istedadlı balamın da ifasını eşidə. Bayaqdan çox sayılı SMS-lər gəlir, xəbərin olsun. Səni çox tərifləyirlər, çox bəyəndilər. Gəl növbəti ifanı eşidək. Sonra yenə söhbətimizi davam edəcəyik. Tofiqin ifasıyla davam edirik. Buyur Tofiq. Maral qaçar dağ üstə, bülbül uçar bağ üstə. Maral qaçar dağ üstə, bülbül uçar bağ üstə. Niyə məndən küsürsən, dağ
Təşəkkürlər. Çox sağ ol, gözəl ifana görə. Gəl səni bir öpüm. Gözəl ifaydı. Təşəkkür edirəm. Səni yola salırıq və yenə də səni görmək istəyirəm. Çünki bayaqdan baxıram, milyonlarla insanlar yazırlar bu gözəl istedadlı balalarımızın uğurlarına baxıb sevinirlər. Hə, indi nə edir? İndi SMS-lərə keçək. Salam, sabahınız xeyir olsun. Gününüz mübarək, qonaqlarınızı salamlayıram, canım Vəsilə xanımı salamlayıram. Mənim dəyərli bacım Kərbəlayı Nailə yazıb, Leylanın xalası. Bizim efirimizdə hər zaman o istedadlı balamız olur. Leyla balamızın gözəl rəqslərini görürük, ifalarını eşidirik. Hə, daha sonra digər tamaşaçımız yazıb, sabahınız xeyir olsun. Sizi də salamlayıram. Əzizlərimiz, sizin gününüz xoş açdıq. Vəsilə xanımı salamlayıram. Hər bir qonaqlarınızı salamlayıram. Təşəkkürlər sizin hər birinizə. SMS çoxdur, baxıram. Sabahınız xeyir olsun. Qonaqlarınızı salamlayıram. Həsən yazıb. Hə, əcəb eləyirsə salamlayırsınız. Uğurlar arzu edir. Təşəkkür edirəm. Hə, digər SMS-ləri birazdan səsləndirəcəm. Dayanmadan yazırsınız. Mən də qonaqlarımız çoxdur. İstəyirəm qonaqlarımızla da söhbət edək. Sabahınız xeyir olsun. Və onu deyim ki, bizim bugünkü studiyamızdaki qonağımız qəhrəmanımızdır. Torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən igidimizdir, qazimizdir. Və bundan əlavə Bakı çempionu dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, 2 qat dünya çempionu, bundan başqa xüsusi təyinatlı qüvvələrdə kəşfiyyatçı vəzifəsində Vətən müharibəsi veteranı 2022-ci ildə Kəlbəcərdə düşmən postuna girərkən ağır xəsarətlə yaralanan qazimiz İsmailov Abdullah. Xoş gəldin əzizim. Bir alqışlar bizim qəhrəmanımıza. Bir alqışlar. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Təşəkkür edirəm. Əvvəla hər kəsi salamlayıram. Bizi bu verilişə dəvət etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Mən İsmailov Abdullah, Alpaq İdman növüzüdə 2 qat dünya çempionu və Dünya Kubokunun qalibi, dəfələrlə Bakı çempionu, Azərbaycan çempionu. Hal-hazırda da fəaliyyətimi Wolf White klubda məşqçi olaraq davam etdirirəm. Və biz inşallah ki, axırıncı səfər yarışdan Dünya Kubokundan qayıtdıq gəldik. 4 idmançı ilə iştirak etdik yarışda. Şükürlər olsun ki, orada üzaq qayıtdıq, bayrağımızı dalğalandırdıq və dünya çempionu olaraq qayıtdıq. 4 idmançı ilə döyüşdüm, Gürcü, Türk, 2 İran idmançısı, 3 döyüşüm nokautla nəticələndi. Final döyüşümüz isə yarımçıq qələbə ilə. İnşallah ki, bizim qarşıda Yevraziya çempionatımız var. İyun ayında orada hazırlaşırıq yüksək səviyyədə. İnşallah ki, orada da yüksək nəticə ilə vətənə qayıdacağıq. Nə gözəl. Siz onsuz da bizim o torpaqlarımızda, azad olmuş torpaqlarımızda 3 rəngli bayrağımızı dalğalandırdığınız üçün də bugün bir qəhrəmansınız. Allah sizi qorusun, var olasınız. Biz sizin kimi insanlarla fəxr edirik ki, bugün biz qəhrəmanlığımızla üz-üzəyik. Və bunu da deyim ki, bugün deyiriksə, gülürüksə, əyləniriksə, yemək yeyiriksə, yəni xoşbəxtiksə, özümüzdə təbəssüm varsa, yenə də əlbəttə ki, sizə və bizim veteranlarımıza Allah can sağlığı versin, qazilərimizə Allah can sağlığı versin və şəhidlərimizin ruhu şad olsun. Və indi isə köçək gözəl balamıza, Zeynəb balamız, karate üzrə Respublika çempionu Zeynəb İbrahimova. Buyur, sabahın xeyir olsun. Necə oldu, sən getdin karateyə? Uşaq vaxtı mənim də arzum idi, karateyə gedəm. Bir-iki növü bilirdim, o Bruce Lee kinosuna baxırdım, deyirdim mən də onun kimi karateyisi olacaq. Bir-iki növün bilirdim, qardaşım gedirdi, evdə mənə öyrədirdi, amma sonra dayandırdım, getdim, o figurnu katanya vardı o vaxtı, o idman növünə. Buyur, danışaq. Salam, mən İbrahimova Zeynəb, üst kasaya Respublika çempionu, bir çox yarışların qalibi. Uğurlarıma görə başda Şahraman müəllim olmaqla Abdullah müəllim və Rami müəllimə borcluyam. Gələcəkdəki xəyalım Avropa və... Mikrofon yaxın tut, qızım. Hə. Gələcəkdə ən böyük xəyalım? Gələcəkdə ən böyük xəyalım Avropa və dünya çempionu olmaqdır və bayrağımızı ucaltmaqdır. Aferin, aferin bizim gözəl balamıza. Zeynəm, bir söz soruşum, səndən çəkinərlər məktəbdə, karateistdir, biraz, hə? Olur elə bir şeylər? Arada bir. Arada bir? Necə oldu bu karate növünü seçdin? Balacalıqdan beri baxırdım, xoşuma gəlirdi, sonra valideynlərimdə... Bruce Lee kinosuna baxarsan sən də, hə? Aferin, heç evdə səndən belə qardaşın var? Xeyr. Bacın var? Səndən dalaşanda qorxur, ehtiyat eləyir? Çox vaxt dalaşmır. Heç bir zərbəndən istifadə eləmirsən nə vaxtsa? Haradasa? Hə, bacın da idmançıdır, idmanlar. Nə gözəl, halaldır sizə. İdman sağlamlıqda bilirsiniz. Nə qədər ki, idmanla məşğul olsan, bir o qədər sağlam olasın, gümrah olasın. Çox gözəl. Keçə bizim o istedadlı balamızı, studiyamızı bəziyib onun əl işləri. Sabahınız xeyir. Sabahınız xeyir. Sizi və ekran qarşısında bizi izləyən tamaşaçılarımızı salamlayıram.
Mən Mürsəlova... Şəkidən gəlmisiniz? Bəli. Ay, nə gözəl, nə gözəl. Mən Mürsəlova Filiz, Gədəbəy rayonunda anadan olmuşam və Yaxşı eləmişsən. hal-hazırda Şəki Dövlət Regional Kollecində təhsilimi davam etdirirəm. Aha. Və bugün bildiyimiz kimi əl işlərimlə buradayam. Əl işlərimə marağım uşaqlıq yaşlarında olarkən başlamışdır. Və ilk Elə bunlar da yoxsa yenə də var? Yox, xeyr, var. Var, hə. Və ilk dəfə toxuculuqla bu sahəyə qədəm qoymuşam. Daha sonra isə zaman keçdikcə marağımın daha da artdığını, inkişaf etdiyini görmüşəm. Və özümü müxtəlif sahələrdə inkişaf etdirməyə başlamışam. Buna görə də bir çox tədbirlərdə də iştirak etmişəm. Və hal-hazırda isə loqolar, portretlər, maketlər və s. hazırlayıram. Eyni zamanda toxuculuqla da məşğul oluram. Nə gözəl. Və məqsədim isə kolleci bitirdikdən sonra universitetdə imtahan verərək bu sahədə özümü daha da inkişaf etdirməkdir. Eyni zamanda mənim bu əl işləri üzrə fəaliyyətimdə və inkişaf yolunda mənə dəstək olan hər kəsə, başda Vüsalə xanım olmaqla təşəkkürümü bildirirəm. Çox sağ olun Vüsalə müəllimə. Eyni zamanda sizə və tamaşaçılarımıza diqqətinə görə təşəkkür edirəm. Təşəkkür. Buyur. Hər kəsi salamlayıram. Vüsalə xanıma Dünya TV-yə təşəkkürümü bildirirəm. Mən Lalə Əfəndizadə 270 saylı tam orta məktəbin 4C sinifində oxuyuram. Rəsm çəkməyi, şeir yazmağı, kitab oxumağı, hekayə yazmağı xoşlayıram. Mən burada sizə şeirlərimi səsləndirəcəyəm. Nə gözəl. Mənə de görüm. Bax, yazdığın şeirləri kimi oxuyursan? İlk dəfə yazırsan şeiri, kimi oxuyursan? Ailən Mən nə yox? ilk dəfə anamı oxumuşdum. Anan nə dedi sənə? Anam bəyəndi, sonra isə yazıçıya yazdım yolda. Nədən yazırsan adətən şeirləri? Nə üzrə yazırsan? Mən dostluq haqda, belə sevincli. Bax, onu demək istəyirəm ki, ən çox hansı anlarda şeir yazmaq istəyirsən? Sevinəndə, darıxanda? Boş vaxtlarımda yazıram. Boş vaxtlarında. Bəli. Bir şeirini eşidək görək, necə şeir yazırsan? De görək. De. Gəl bir də bura, bu səhnəyə. Görüşünə tələsirəm, sevimli yazıçımın. Yeni kitabı çıxıb, sevimli yazıçımın. Fərqli hekayə yazır, həvəslə oxuyuram. Axı mən də onun tək yazıçı olacağam. Reyhan xanım, siz yazın, çoxlu əsər yaradın. Qoy onları oxuyaq, bizdə həvəs oyadın. Bitdi. Alqışlar. Gözəl. Bax, şeiri çox gözəl yazılmışsan, mənalıdır. Amma biraz da ürəklə denən. Də həyəcanlısan? Bəli. İlk efirində? Bəli. Nə gözəl. Bax, bir dəfə çıxmışam. Haycan? Bir dəfə Günəş TV-yə çıxmışam. Başqa kanala. İndi qulaq as. Bax, bu şeiri deyirsən, gözəl də yazmışsan. Təbii ki, canlı efirdir, ilk efirin və bugünkü günün heç vaxt yadından çıxmayacaq. Bəli, doğrudan da gözəl bir gündür. Əyləş və mən istərdim ki, bizim dəyərlimiz Vüsalə xanımla da söhbət edək. Vüsalə xanım, bax, bu cür istedadlı uşaqları axtarmaq, tapmaq çox çətin bir, məsuliyyətli bir işdir. Biz 8 il bundan əvvəl başladıq bu layihənin əsasında. Biz fərqli adlar... Mikrofon niyə söndürürsünüz? Ay qonaqlar, niyə söndürürsünüz? Buyur, davam edək. Fərqli adlarla başlamışdıq. Sizi tanıyan Etibarlı layihəsi adı ilə. Daha sonra 2021-ci ildə Dövlət Qeydiyyat O bir mikrofon sizdə. Mikrofon ötür. Təşkilatımızın üzvü artıq yüzlərləndir belə istedadlarımız və bizim üçün çətin deyil. Çünki elan veririk, paylaşırıq, insanlar bir-birinə xəbər ötürməklə də belə deyim, özləri axtarıb tapırlar çox vaxt və ən çox müsabiqələr zamanı tanış oluruq istedadlarla və bir xəbəri də sizlə bölüşmək istərdim. Bizim üçün çox sevincli bir xəbərdir. Biz 2025-ci il qrant müsabiqəsinin qalibi olmuşuq. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olduq. Çox maraqlı bir layihələrimiz icra olunacaq tezliklə. Regionlarda istedadların inkişaf istiqamətində tədbirlərimiz olacaq, müsabiqələrimiz olacaq. Parlaq Ulduzlar adlı layihədir bu layihə və Uğura Aparan Yol adlı jurnalımız çap olacaq yaxın vaxtlarda. Həmin jurnalda da bizim istedadlarımız haqqında məlumatlar dərc olunacaq və bu jurnal vasitəsilə də xeyli sayda yeni istedadlarımız tanınacaq. Bugün burada iştirak edən istedadlarımız bəziləri ilk çıxışı idi, bəziləri artıq bir neçə dəfə çıxış ediblər. Onlar arasında bilirsiniz ki, fərqli sahələr üzrə istedadlar
istedadlarımız var və bizim sahəmizdə yalnız bir sahə deyil. Xanəndəlik, rəsm, rəqs, idman, digər sahələr üzrə istedadlarımız iştirak edirlər bizim layihələrimizdə və eyni zamanda bizim İctimai Birliyin nəzdində bir ofisimizdə bir neçə dərnək yaratmışıq və bu dərnəkdə biz təkcə onları xüsusi istedadı istiqamətində deyil, dərs sahəsində də onlara dəstək olmağa çalışırıq və burada bizim könüllü müəllim qruplarımız çoxdur. Onlar bizə dəstək olurlar və bizim könüllü müəllimlərimizdən ingilis dilində danışıq dərsini tədris edən Elton bəyin ad günüdür. Yaxın günlərdə buradan sizin vasitənizlə Elton bəyi də təbrik edirəm ad günü vasitəsilə. Bizim uşaqlarımızın inkişafında onun da əməyi böyükdür. Təşəkkür edirəm. Mən də hər birinizə uğurlar arzu edirəm. SMS-lərə də nəzər salaq. Çünki bayaqdan yazırlar, oxumayanda da inciyirlər. Bizim bayaqları ifa edən gənc deyil də hələ. Yaşı azdır. Yeniyetməmizin deməli qohumları yazıb Tofiqi salamlayırlar. Mən də ona can sağlığı arzu edirəm. Sabahınız xeyir olsun Xuraman xanım. Necəsiz? Qonaqları salamlayırıq. Cəlabaddan Elsəvər Həsənov da yazan. Çox sağ olun. Təşəkkür edirəm. Saratovdan Səhbə xanım bizim qəhrəmanımızı salamladı. Uğurlar arzu edir. Hayırlı cumalar dedilər. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Yaxşı ki varsınız. Qonaqları salamlayıram. Tofiq İsmailovu salamlayıram. Öpürəm, bağrıma basıram. Nə yaxşı ki var. Dünya TV-yə eşq olsun. İstedadları üzə çıxarırsınız. Çox sağ olun. Təşəkkür edirəm. Ümumiyyətlə bizim kanalımız yarandığı gündən bu günə qədər hər zaman istedadlı insanlara dəstək olublar. Gənclərimizə, yeniyetmələrimizə ki, hansı ki bugün onların səsi, sorağı hər yerdən gəlir. Təşəkkür edirəm. Xoş sözlərinizə görə bir daha təşəkkür edirəm. Abdullah sizi salamladılar. Bizim qəhrəmanımızı gidimizə, xoş sözləri yazanlara da mən təşəkkür edirəm. Əlbəttə ki, bizim bugünkü qonaqlarımız hər biri bir-birinə fərqlidir. Cəlabaddan Mir Fərhad ağa da salam deyir. Allah hamınızı qorusun dedi. Mən də salamlayıram. Çox sağ olun. Allah sizləri də qorusun, bizim göncəl insanlarımızı da. Mikrofon sizdədir. Buyurun. Bax, Vüsalə xanım, bugün istedadlı uşaqlarımızı görürük. Hərəsinin bir cüzü. Biri rəqs edəcək, biri şeir yazır, biri əl işləri var ki, hansı ki, bugünlər baxırsan, hamısı gözünün nurudur. Bir qızımız da ki, bizim maşallah Zeynəb balamız da ki, karate üzrə artıq dünya çempionudur, hə? Ay maşallah. Görün milyonlarla insanların qarşısında bizim Azərbaycanımıza himni ifa olunadı. Necə bir həyəcan keçirsə, hə? Zeynəb, necə bir hiss idi? Mikrofonu ötürək görək. Bizim bu gözəl balamız dünya çempionu olanda o hissləri, milyonlarla insanlar, səhnə, necə bir hiss idi? Yəni, çox yaxşı hiss idi. Yəni, həm ailəm sevindi, həm də ki, mən sevindim. Həm də müəllimin. Bəli. Müəllim də daha çox sevinir ki, əziyyətimi yerə vurmadı, hə? O səhnəyə çıxanda bir həyəcan olur, Döyüşdə ancaq qızlarla döyüşürsünüz də, hə? O səhnəyə çıxanda bir həyəcan olur, o necə onu dəf edə bilirsən səhnədə? Kim sənə kömək edir, motivasiya verir? Müəllim. Müəllimi? Başqa adam olmur da yanınızda, hə? Bir də ki, məşq yoldaşlarım. Aha. Nə gözəl. Nə gözəl. Mikrofon yaxın tut da, danışanda. Hə, mənə də görüm, bəs sizi bax, bugün dəstəkləyənlər valideynlərindir. Gələcəkdə arzun nədir? Gələcəkdə arzum polis olmaqdır. Polis, hə. Elə əsas odur. İdmanı bilirsənsə, polis olanda da bilirəm ki, ondan istifadə eləyəcəksən. Özümü qorumaq üçün. Çox gözəl. Mən sevindim. Valla, qızlarımızın belə istedadlı olmayı da çox sevinirəm. İstedadlı balalarımıza uğurların bol olsun və gələcəkdə xalqımıza, millətimizə, valideynlərinə həmişə başucalığı gətirəsən. Çox sağ ol. Əsas odur. Qızlarımız da, oğlanlarımız da valideynlərinə həmişə başucalığı gətirsin və valideyn də baxsın, evladına sevinsin, fəxr eləsin. Necə ki, biz bugün Abdullah'a baxıb sevinirik ki, bizim bugün qəhrəmanımızdır. Torpaqlarımız uğrunda gedən döyüşlərdə igid kimi döyüşüb, heç kimdən qorxmayıb, çəkinməyib və deyib ki, Qarabağ Azərbaycandır. Allah sizləri qorusun və biz sizdən fəxr edirik. Tək sizlə yox, əlbəttə ki, burada bizim torpaqlarımız uğrunda canlarını qurban verək şəhidlərimizi biz heç bir zaman unutmuruq. Biz və bizdən sonra gələn nəsillər də heç bir zaman onları unutmayacaq. İndi isə, bəlkə gözəl bir rəqs etsin balamız, hə? Gəl, 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 şirin balamız, gəl, gözəl qızım, gəl görüm. Arzu balam. Bülbüllər süzər bağı, yar gələr gəzər bağı. Bülbüllər süzər bağı, yar gələr gəzər bağı. Budağı gül qonçu
qonçası açılsa bəzər bağı Dodağı gül qonçası açılsa bəzər bağı Göllərin yanlara qız Eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Göllərin yanlara qız Eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Qaşın kimi yayhanı Bulud ötdü ayhanı Qaşın kimi yayhanı Gəzdim elə obanı Əldə sənə tayhanı Gəzdim elə obanı Əldə sənə tayhanı Tellərim yandara qız Eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Tellərim yandara qız Eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Gəl zülfünü töküzə Qurbanam şirin sözə Yar zülfünü töküzə Qurbanam şirin sözə Dünən dedin gəlmədin Bugün bara gəl bizə Dünən dedin gəlmədin Bugün bara gəl bizə Tellərim yandara qız Eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Tellərim yandara qız Eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Mən aşıqam halına Üzdə qara xalına Mən aşıqam halına Üzdə qara xalına Lalə bənövşə yetməz Yarın gül camalına Lalə bənövşə yetməz Yarın gül camalına Tellərim yandara qız Eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Tellərim yandara qız Eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Tellərim yandara qız Eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Tellərim yandara qız Eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Güller, gel öpün bu güzel balamızı. Ne güzel rəqs elədin. Derim, bəlkə mənə də öyrədəsən, hə? Öyrədə bilərsən. Orxan bir mahnını ver, başlayaq. Mən də istəyirəm sən kimi oynayım. Öyrədirsən? Hə, qoy mahnı gəlsin. Başda mənə də öyrət. O rəqslərin şeyləri var, belə əl hərəkətləri. Öyrədirsən? Və başla, gəl. Süzər bağı, yar gələr gəzər bağı Bülbüllər süzər bağı, yar gələr gəzər bağı Dodağı gül qonçası açılsa bəzər bağı Dodağı gül qonçası açılsa bəzər bağı Göllərim yandara qız, eylə dərdimə çara qız Ay qaşı gözü qara qız, eylə dərdimə çara qız Göllərim yandara qız, eylə dərdimə çara qız Ay qaşı gözü qara qız Eylə dərdimə çara qız Bax, mən də görüm, mikrofonla bu gözəl balamıza neçə saat məşq eləyirsən qızım? Çox gözəl rəqs elədin, çoxsa. Bir alqışlarda görmüsün, bəyək də rəqs eləyirəm. 11 saat. Gəl bura. Hə, nə qədər məşq eləyirsən? Neçə saat məşq eləyirsən? 11. 11 səhnədə olub hansısa bir hərəkətin yadından çıxsın. Olub elə bir şey, olmayıb. Afərin sənə. İndi isə reklamlarımızın vaxtı, zamanıdır. Reklama keçək, daha sonra buradayıq. Diqqətiniz bizdə olsun.
Əzizlərimiz, proqramımızı yavaş-yavaş yekunlaşdırırıq. Bizim proqram bitəndən dərhal sonra faydası var, mütləq izləyin. Çünki Hakan bəylə orqanizmimizdə olan bütün xəstəliklərdən danışacağıq və təbii yolla müalicə və müayinə metodundan danışacağıq. İndi isə istərdim ki, gözəl balamıza bir şeir eşidək, özünün yazmış olduğu şeiri eşidək, vaxtımız azsa sağ olacaq. Buyur qızım. Mikrofon yaxın tut. Hə, denə, gəl bura. Gəl burada yaxın, səhnədə denə. Aha. Sevirəm oxumağı, həm də nağıl yazmağı, gözəl şəkil çəkməyi. İlham alıram təbiətdən, güldən, çiçəkdən. Mən lalənin arzusu, dünyada sülh olsun, müharibə olmasın, uşaqlar atasız qalmasın. Daim gülsün üzləri, sevinclə dolsun qəlbləri. Nə gözəl, bir alqışlar. Bir alqışlar gözəl balamıza. Və bizim bugünkü qəhrəmanımıza da sizin bir diplomunuz var. Buyurun Əyləş qızım. Əyləş çox sağ ol, əla şeir idi. Onu da təbrik edək, sağ olaşaq. Buyurun. Xuraman xanım, bir daha təşəkkür edirəm. Dünya TV-nin rəhbərliyinə təşəkkür edirəm bugünkü yaratdığınız şəraitə görə. Amma bizim hər birimizin də bir təşəkkürümüz xüsusi bir insanadır. İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin 8 illik fəaliyyəti münasibəti ilə keçirilən Dostluq Körpüsü adlı tədbirdə fəal iştirakına, istedadların cəmiyyətə tanıdılması istiqamətində göstərdiyi dəstəyə və idman sahəsində əldə etdiyi uğurlara görə Abdullah İsmailov tərtib olunur. Alqışlar uşaqla bir alqışlar edin bizim bugünkü qəhrəmanımıza. Təşəkkür edirəm. Uğurlarınız bol olsun. Abdullah qardaşımız ən böyük xidməti vətən, dövlət, torpaq qarşısında olub. Xüsusi minnətdarlığımızı da buna görə bildiririk. Biz də təşəkkür edirik. Buyurun. Sizin də söz, mikrofonu ötürək bizim igidimizə. Hə, buyur. Sizin də sözünüz varsa deyə bilərsiniz. Əvvəla yenə də təşəkkür edirəm ki, bizi bu verilişə çağırdınız, təklif eləmişsiniz, işıqlandırırsınız idmançılarımızı, gənc uşaqlarımızı işıqlandırırsınız. Sözünüz varmı buradan efir vasitəsi sizi izləyənlərə? Gənclərə. Gənclərə bunu arzulayıram ki, əziz valideynlərə şey edirəm, məsləhət görürəm ki, övladlarınızı gənc yaşlardan, uşaq vaxtından idmana yönəldin ki, yaxşı formalaşsınlar, özgüvənli olsunlar, əsas da sağlam böyüsünlər, pis vərdişlərdən uzaq olsunlar. Bəli, gözəl, gözəl, çox gözəl, təşəkkür edirəm. Buyurun, əyləşin, minnətdarım sizə, Allah sizləri qorusun, var olasın. Mən o gözəl balamızı isə, gəl bura görüm, gəl, gəl, bayaqdan mənə rəqs öyrədirsən, amma hərənin öz işi daha yaxşıdır, hə? Efir vasitəsilə, bax gör, mamava nə deyirsən? Hə, de görüm. Mama deyirəm ki, mən rəqsə qoyduğu üçün çox sevindim. Ay Allah, çox sevindim. Amma sənə rəqs yaraşır, bilirsən qızım? Çox gözəl görünürsən. Böyüyəndə kim olmaq istəyirsən? Arzun nədir sənin? Həkim olmaq. Həkim olmaq, ay nə gözəl. Həkim olub xalqımıza xidmət eləyəcəksən, xəstələri sağaldacaqsan. Mən gəlsəm, mənə də sağaldarsan? Bəli. Onda sağ qalsam əgər. Amma arzu edirəm ki, sən böyüyəndə həkim olasan, arzularına çatasan və xəstələr sənə gəlir, ümidlə sənin üzvə baxır ki, məni sağalt, arzuma çatım. Sən də onda sevə-sevə onları sağaldacaqsan, ən çox da təbəssümündən. Gülmək sənə çox yaraşır. Biləsən. Alqışlar. Əyləş, buyur sözün var deyil. Bəli, və mən bir daha bütün istedadlarıma təşəkkür edirəm və onların dəyərli ailələrinə, Zeynəb İbrahimovanın valideynlərinə xüsusi təşəkkür edirəm və Zeynəbin bacısı Məryəm bizim təşkilatın üzvüdür, dərnəyimizdə təmənnasız şəkildə gimnastika dərslərini həyata keçirir. Ümumiyyətcə, ailəlikcə bizim istedadların inkişafında maddi və mənəvi hər tərəfli dəstəyini göstərir bu ailə. Xüsusi təşəkkürümü bildirəm və nənəsi Zərifə xalamıza buradan xüsusi təşəkkür bildirirəm. O mənim üçün çox doğmadır, çox əzizdir, çünki əməyi böyükdür. Bizim bütün təşkilatımızın üzvlərinə, bütün balalarımıza sevgi və diqqət və qayğı ilə yanaşır. Eyni zamanda bütün könüllü müəllim kollektivimizə təşəkkür edirəm və 8 ildir bizimlə olan dəyərli ziyalılarımıza, millət vəkillərimizə, sənətçilərimizə hər birinə xüsusi təşəkkür edirəm ki, bizim istedadları yaxından tanıyıb tanıtmaqda mənə dəstək olurlar. Çox gözəl. Biz də sizə bu həyatda uğurlar arzu edirik, uğurlarınız bol olsun. İstedadlı balalarımız o boş vaxtlarını sosial şəbəkələrdə lazımsız şəkilləri çəkib paylaşmaqdasın. Bir də görürsən, yemək də yer paylaşır, nəysə də ən xoş arzularını paylaşsınlar. İstedadlı uşaqlarımızı tanıyaq və tanıdaq. Hər birinizə uğurlar. Geyinmə görəsə. Təşəkkür edirəm. Sarina mağazamız, əzlərimiz çox gözəl dəstlər var, geyimlər. Nə istəsəniz əldə edə bilərsiniz, amma mənim adımdan müraciət etsəniz bu gözəl dəstlərdən əldə edə bilərsiniz. Odur ki, nə edirsiniz? Elə proqram bitəndən dərhal sonra Sarina mağazasına gedə bilərsiniz. Görüşməm edirəm. Sizdən ayrılıram. Qismət olsa yenə görüşünüzə gəlib gün aydın deyəcəm. Gününüz aydın, əhvalınız həmişə bizim kimi olsun. Hələlik.